Qlobal bazarlarda qızılın bahalaşması sürətlənməkdə davam edir. Martın 13-də COMEX birjasında qızılın qiyməti yeni tarixi maksimuma çataraq 1 unsiya üçün $2953 keçib. Ekspertlərin fikrincə bazarda artım tendensiyası davam edəcək və qiymətlər daha yüksək səviyyələrə qalxa bilər. Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri dünya iqtisadiyyatında qeyri-müəyyənlik və maliyyə bazarlarındakı risklərdir. İnvestorlar təhlükəsiz sərmayə axtarışında qızıla yönəlir. Bu da qiymətlərin yüksəlməsinə təkan verir. ABŞ-da inflyasiya göstəriciləri, federal ehtiyat sisteminin faiz siyasəti və geosiyasi gərginliklərdə qızıl bazarında əsas təsir edici amillər sırasındadır. Bank ekspertləri hesab edirlər ki, 2025-ci ilin 4-cü rübünə qədər qızılın orta qiyməti $3000 həddini keçəcək. Bəzi analitiklər isə hətta daha yüksək proqnozlar verərək il sonuna qədər qızılın $3200-dək bahalaşa biləcəyini iddia edirlər. Sənaye mütəxəssisləri bildirirlər ki, qiymətlərdəki artım təkcə investisiya axını ilə bağlı deyil, həm də qlobal mərkəzi bankların ehtiyatlarında qızıla üstünlük verməsi ilə əlaqədardır. Xüsusilə Çin və Hindistan kimi ölkələrdə tələbatın artması bazarda əlavə təzyiq yaradır. Bu bahalaşma zərgərlik və texnologiya sektorlarına da təsir edə bilər. Bahalı metalın qiymətindəki yüksəliş qızıldan istifadə edən sənaye sahələrində məhsul qiymətlərinə təsir edə, həmçinin istehlakçıların alış gücünü azalda bilər. Ekspertlər yaxın aylarda ABŞ-ın iqtisadi göstəricilərini, Mərkəzi Bankın siyasətini və geosiyasi prosesləri yaxından izləməyi tövsiyə edirlər. Çünki bu amillər qızıl bazarında qiymətlərin necə dəyişəcəyini müəyyənləşdirəcək əsas faktorlar olacaq.